Və elə qarlı şaxtalı hava balacaların dərsə, böyüklərin işə getməsinə problemlər yaradıb. Yollardakı vəziyyəti nəzərə alsaq, çoxlarını heç qınamalı da deyil. Çünki ümumilikdə məktəblərdə davamiyyət necə olub, mövzunun davamı süjetimizdə. Soyuq hava şəraiti uşaqların məktəblərdə də davamiyyətinə aşağı salıb. Paytaxtın təhsil ocaqlarında dərs gün olmasına baxmayaraq uşaqların sayı məktəblərdə azdır. Təbii ki, buna hava şəraiti öz təsirini göstərir. Bəs uşaqların dərsdən geri qalmamaları üçün mütəxəssislər alternativ çıxış yollarını nədə görür? Ekspertlərin fikrincə məsələnin həlli yolu məsafədən təhsilin inkişafıdır. Belə bir hava şəraitində uşaqların məktəbə çağırılması və yaxud da işçi heyətin, təhsil işçilərinin məktəbə cəlbi böyük bir məsuliyyət və risk yaradır. Rəqəmsal məktəb layihəsi istifadəyə verilib. Orada şagirdlər müəyyən tapşırıqlar verilə bilərdi. Biz bir tərəfdən deyirik ki, rəqəmsal məktəbə keçid, elektron sistem, amma digər tərəfdən isə biz görürük ki, yəni adi bir hava şəraiti kəskinləşəndə biz bunun onlayn versiyasını tətbiq eləmirik. Başa düşürəm, internet bütün regionlarda, kəndlərdə, hətta Bakının özündə belə bərabər paylanmayıb. Amma buna baxmayaraq, internet bərabər paylanmasa belə, onlayn təhsilə giriş imkanı olmasa belə, biz belə hava şəraitinə, belə bir vəziyyətə hazır olmalıyıq. Və ən pis halda 2-3 günü tətil vermək olar. Orta məktəblərdən fərqli olaraq ali təhsil ocaqlarında tələbələrə güzəştlər edilib. Hava ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn keçirilməsinə icazə verilib.